Salam, hər vaxtınız xeyir olsun. Sizləri yeni bir videoda yenidən xoş gördük. Deməli, elektromaqnet induksiyası bölməsində ətraflı yazılı cavab tələb olunan tapşırıqlar hissəsi ilə davam edirik. Videoya keçməmişdən əvvəl bir qeydi sizin nəzərinizə çatdırmaq istəyirəm. 16 mart tarixindən etibarən, yəni buraxılış imtahanından həmən sonra fizikadan sınaq qruplarımız fəaliyyətə başlayacaq. Ətraflı məlumat almaq üçün şərh bölməsində yazdığım yazını oxuya bilərsiniz. Odur ki, söhbəti çox uzatmayaq və başlayaq birinci suala. Qapalı keçirici konturda yaranan induksiya elektrik hərəkət qüvvəsinin zamandan asılılıq qrafiki verilmişdir. 5 saniyə ərzində konturla hüdudlanmış səthdən keçən maqnit selinin dəyişməsinin modulunu hesablayın. Maqnit selinin dəyişməsinin modulu elektrik hərəkət qüvvəsinin zamandan asılılıq qrafikində qrafik ilə zaman oxu arasında qalan fiqurun sahəsi bizə maqnit selinin dəyişməsini verir. O zaman bu trapesiyanın sahəsini tapıb biz maqnit selinin dəyişməsinin modulunu hesablaya bilərik. Trapesiyanın oturacaqlarından biri 5, digəri isə 2 və 5 aralığında, yəni 3'dür. O zaman yazıram 5 üstəgəl 3 bölünsün 2 vurulsun hündürlük də 2'dir. 2'lər gedəndən sonra qaldı 8. Deməli, maqnit selinin dəyişməsinin modulu 8 Weber'ə bərabərdir. Növbəti sualda induktivliyi 4 mH olan sarğacdakı cərəyan şiddətinin zamandan asılılıq qrafiki verilmişdir. Sarğacda yaranan öz-özünə induksiya elektrik hərəkət qüvvəsini hesablayın. Öz-özünə induksiya elektrik hərəkət qüvvəsi bərabərdir L delta I bölünsün delta T. İndi biz qiymət hesabladığımız üçün mənfini yazmadıq. Əslində düsturda mənfi olduğunu bilirsiniz. İnduktivliyin qiyməti 4 mH. Yazdım. Cərəyan şiddətinin dəyişməsi 2-dən 12'ye qədər, yəni cərəyan şiddətinin dəyişməsi 10 amperə bərabərdir. Bölünsün, keçən zaman müddəti də 8 saniyədir. 4'ü 10'a vurduq, elədi 40. 40'ı da böldük 8'e, alındı 5 volt. Deməli, daha doğrusu burada 5 mH olduğu için burada da 5 millivolt olmalıdır sualımızın cevabı. Üçüncü sualla devam edirik. Qapalı keçirici konturdan keçən maqnit selinin zamandan asılılıq qrafiki verilmişdir. Grafikin hansı hissələrində induksiya elektrik hərəkət qüvvəsi yaranır? İnduksiya elektrik hərəkət qüvvəsinin düsturu maqnit selinin dəyişmə sürəti ilə düz mütənasib olduğunu bilirik. İnduksiya elektrik hərəkət qüvvəsinin. Deməli, induksiya elektrik hərəkət qüvvəsinin yaranması üçün maqnit seli zamanla dəyişməlidir. Əgər maqnit seli sabit olarsa, o zaman yəni 1 və 3 hissələrində maqnit seli dəyişmir. Ona görə də bu hissələrdə induksiya elektrik hərəkət qüvvəsi yaranmır. Amma ikinci hissədə və dördüncü hissədə maqnit seli zamana görə dəyişdiyi üçün bu hissələrdə induksiya elektrik hərəkət qüvvəsi yaranır. Yəni sualımızın cavabı 2 və 4 olmalıdır. Növbəti sualla davam edirik. Birinci sarğacdan keçən maqnit seli fi olarsa, ikinci sarğacdan keçən maqnit seli nəyə bərabər olar? Burada müqavimətlərdən biri 2R, biri isə R-ə bərabərdir. Yəni müqavimətlər 2 dəfə fərqlənir. Dövrə hissəsi üçün ohm qanunu I bərabərdir U bölü R şəklindədir. Yəni cərəyan şiddəti müqavimətdən tərs asılıdır. Müqavimət böyük olan yerdə cərəyan şiddəti kiçikdir. Müqavimət kiçik olan yerdə isə cərəyan şiddəti böyükdür. İndi birinci sarğacdan keçən maqnit selini hesablasaq, yaza bilərik. Bax, bu birinci sarğacdır. O zaman fi 1 bərabərdir. İnduktivliyi L-ə bərabərdir. Cərəyan şiddəti I-yə bərabərdir. O zaman L-I. Və bunun fi-yə bərabər olduğunu deyir. İndi ikinci sarğacdan keçən maqnit selini hesablayaq. İnduktivlik L-ə bərabərdir. Cərəyan şiddəti 2i-yə bərabərdir. O zaman bu da olur 2li, yəni 2 fi. Birincidən keçən maqnit seli fiyə bərabərdirsə, o zaman ikincidən keçən maqnit seli 2 fiyə bərabər olur. 5-ci sualla davam edirik. Müqaviməti 0,3 ohm, sahəsi 6-10 üstü -4 kvadrat metr olan qapalı keçirici kontur bir cins maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar yerləşir. Maqnit sahəsinin induksiyası 0,6 Tesla'dan 0,2 Tesla'ya qədər azalarkən naqilin ən kəsiyindən keçən yükün miqdarını
hesablayın. Deməli, maqnit selinin dəyişməsi üçün delta fi bərabərdir delta Q vurulsun R düsturundan istifadə edə bilərik. Bizə burada lazımdır keçən yükün miqdarını hesablamaq. Yəni delta Q'nu tapmaq lazımdır. O zaman yazıram delta Q bərabərdir delta fi bölünsün R. Bu da bərabərdir delta fi, yəni maqnit selinin dəyişməsi üçün yaza bilərəm delta B vurulsun S. R müqavimətini də yazıram məxrəcdə. Bu da bərabərdir maqnit induksiyasının dəyişməsi 0.6-dan 0.2-yə qədər. Yəni 0.4 Tesla maqnit induksiyasının dəyişməsidir. Sahənin qiyməti 6-10 üstü mənfi 4-ə bərabərdir. Müqavimətin qiyməti isə 0.3-dür. Bunları bir-birinə vurduğumuz zaman, məsələn 0.4-ü 6-ya vurduğumuz zaman 2.4 eləyir. 2.4-ü də 0.3-ə böləndə alınır 8. Deməli 8 10 üstü mənfi 4 və yaxud da bunu yaza bilərik 0.8 vurulsun 10 üstü mənfi 3 şəklində. Yəni 0.8 milli klon sualımızın cavabı olmalıdır. 6-cı sualla davam edirik. Qapalı keçirici konturla hüdudlanmış səthdən keçən maqnit seli fi bərabərdir 2 çıxılsın 5T qanunu ilə dəyişir. Konturda yaranan induksiya elektrik hərəkət qüvvəsinin modulunun zamandan asıllıq qrafiki hansıdır? Deməli, yazırıq tənliyi fi bərabərdir 2 çıxılsın 5T. Buradan induksiya elektrik hərəkət qüvvəsi yaza bilərik. Mənfi delta fi bölü delta T və yaxud da bunu yaza bilərik. Mənfi fi'nin, yəni maqnit selinin zamana görə törəməsi. Buradan induksiya elektrik hərəkət qüvvəsi bərabərdir. Mənfi, bax bu 2 çıxılsın 5T'nin törəməsini tapmağımız lazımdır. 2 çıxılsın 5T'nin törəməsi. Bu da mənfini qarşıda yazıram. 2 çıxılsın 5T'nin törəməsi 2'nin törəməsi sabit olduğu üçün 0'a bərabərdir. Mənfi 5T'nin törəməsi də mənfi 5'ə bərabərdir. Mənfi ilə mənfi də müsbət elədi. Deməli biz buradan aldıq induksiya elektrik hərəkət qüvvəsinin qiymətini 5 volt. Bunun da deməli 5 volt bir sabit bir qiymətdir də. Yəni induksiya elektrik hərəkət qüvvəsi sabitdir demək istəyirik. İnduksiya elektrik hərəkət qüvvəsi zamandan asılı olaraq dəyişmir. Ona görə elektrik hərəkət qüvvəsinin zamandan asıllıq qrafiki bu şəkildə alınır. Davam edirik 7-ci sualla. 7-ci sualda deyilir ki, uzunluğu 0.1 metr olan naqil, induksiyası 0.4 Tesla olan maqnit sahəsinin qüvvə xətlərinə perpendikulər istiqamətdə 3.6 km/saat sürətlə hərəkət etdirilən naqilin müqaviməti 0.2 ohm olarsa, onda yaranan cərəyan şiddətini hesablayın. Deməli, cərəyan şiddətini hesablamaq üçün induksiya elektrik hərəkət qüvvəsini naqilin müqavimətinə bölmək lazımdır. İnduksiya elektrik hərəkət qüvvəsi isə BLV ifadəsi ilə hesablanır. Eri də yazdım məxrəcdə. Buradan cərəyan şiddəti bərabərdir. İnduksiyanın qiyməti 0.4. Bunu yaza bilərəm 4 vurulsun 10 üstü mənfi 1. Uzunluğun qiyməti 0.1. Bunu da yaza bilərəm 10 üstü mənfi 1 şəklində. 3.6 km/saatı metr/saniyəyə çevirmək lazımdır. Deməli 3.6 kilometrimiz 1000 metrdir. Saatımız isə 3600 saniyədir. Ona görə kilometrin yerinə 1000 metr, 1 saatin yerinə də 3600 saniyə yazdım. Bu da yuxarıda elədi 3600, aşağıda da elədi 3600. 3600'ü də 3600'ə böləndə alınır 1. Deməli 36 kilometr 3.6 km/saat 1 metr/saniyəyə bərabərdir. Ona görə də sürətin yerinə 1 yazıram. Müqavimətin qiyməti də 0.2 imiş. Bunu da yaza bilərəm. 2 vurulsun 10 üstü mənfi 1 şəklində. 10 üstü mənfi 1 ilə 10 üstü mənfi 1 ixtisar getdi. Yuxarıda var 4 10 üstü mənfi. Bu 4 ilə də 2'ni ixtisar aparsaq 2. Deməli burada alınır 2 vurulsun 10 üstü mənfi 1. Deməli cərəyan şiddəti 2 10 üstü mənfi 1. Yəni 0.2
amperə bərabərdir. 8-ci sualla davam edirik. Qapalı keçirici konturda yaranan induksiya cərəyan şiddətinin modulunun zamandan asıllıq qrafiki verilmişdir. Konturdan keçən maqnit selinin zamandan asıllıq qrafiki hansıdır? Burada induksiya cərəyan şiddətinin zamandan düz mütənasib asılı olduğunu görürük. Əgər induksiya cərəyan şiddəti zamandan düz mütənasib asılıdırsa, o zaman induksiya elektrik hərəkət qüvvəsi də zamandan düz mütənasib asılı olmalıdır. İnduksiya elektrik hərəkət qüvvəsi. Məsələn, tutalım ki, induksiya elektrik hərəkət qüvvəsi zamandan düz mütənasib asılıdır bu. Məsələn, induksiya elektrik hərəkət qüvvəsinin tənliyini yazıram bu şəkildə. 5T şəklində və yaxud da 4T şəklində. Yəni, zamandan düz mütənasib asıllıq yazdım. Bəs induksiya elektrik hərəkət qüvvəsi zamandan düz mütənasib asılıdırsa, maqnit seli zamandan necə asılıdır bunu düşünək. Maqnit seli zamandan kvadratik asılı olmalıdır. Niyəsini indi başa düşəcəyik. Çünki induksiya elektrik hərəkət qüvvəsi maqnit selinin zamana görə törəməsinə bərabərdir. Əgər maqnit selinin zamana görə tənliyi 2T kvadratı olarsa, o zaman induksiya elektrik hərəkət qüvvəsini taparkən də bu 2T kvadratının törəməsini tapırıq. 2T kvadratının törəməsi nəyə bərabərdir? 4T'yə bərabərdir. Yəni, demək istədiyim odur ki, əgər induksiya cərəyanı zamandan düz mütənasib asılıdırsa, o zaman induksiya elektrik hərəkət qüvvəsi də zamandan düz mütənasib asılı olmalıdır. Nəticədə maqnit seli zamandan kvadratik asıllıq təşkil etməlidir. O zaman maqnit selinin zamandan asıllıq qrafiki parabola olmalıdır. Davam edirik 9-cu sualla. Radiusu 50 cm olan dairəvi səth induksiyası 1,6 Tesla olan bir cins maqnit sahəsində induksiya vektoru ilə 30 dərəcəli bucaq əmələ gətirir. Səthdən keçən maqnit selini hesablayın. İndi baxın, burada maqnit induksiya vektoru səth ilə deməli, səth induksiyası 1,6 Tesla olan bir cins maqnit sahəsində induksiya vektoru ilə 30 dərəcəli bucaq əmələ gətirir. Yəni, bu səth ilə induksiya vektoru arasındakı bucaq 30 dərəcəyə bərabərdir. Məsələn, tutalım ki, şəklimiz bu formadadır. Bu bizim səthimizdir. Burada induksiya vektoru ilə səth arasındakı bucaq 30 dərəcəyə bərabərdir. Amma biz maqnit selini hesablayarkən normal ilə induksiya vektoru arasında qalan bucağı götürürük. Yəni, buradakı bucaq da 60 dərəcəyə bərabərdir. Çünki 90'a tamamlamalıdır. Onda biz hesablama zamanı 30 dərəcədən deyil, 60 dərəcədən istifadə edəcəyik. Nəticədə maqnit seli fi bərabərdir. BS kosinus alfa şəklində yazılacaq. Buradan fi bərabərdir. Maqnit selinin qiyməti, maqnit induksiyasının qiyməti 1,6 Tesla yazdım. Sahənin qiymətini yerinə də pi r kvadratı yazıb sahəni hesablayaq. S bərabərdir pi r'in kvadratı, bu da bərabərdir pi'nin qiyməti 3. Radiusun qiyməti 5, 0,5'dir. Yəni 5 10 üstü mənfi 1'in kvadratıdır. Bu da eləyir 25 10 üstü mənfi 2. 3'ü də 25'ə vuranda olur 75. Deməli 75 vurulsun 10 üstü mənfi 2 burada sahənin qiymətidir. Vurulsun kosinusun qiyməti də, kosinus 60'ın qiyməti də 1/2'dir. Deməli, burada 1,6 ilə 2'ni ixtisar eləsək, alınır 0,8 və biz nə edirik? 0,8'i vururuq 75, 10 üstü mənfi 2'yə. Deməli, 0,8'i vururuq 75'ə. Bu da eləyir 60 vurulsun 10 üstü mənfi 2. Yəni, 6 vurulsun 10 üstü mənfi 1, yəni 0,6 Weber sualımızın cevabıdır. Demək, 9-cu sualımızın cevabı oldu 0,6 Weber. Və davam edirik 10-cu sualla. İnduktivliyi 5 Henry olan elektromagnet elektrik hərəkət qüvvəsi 120 volt olan cərəyan mənbəyinə qoşulmuşdur. Dövrəni açan anda cərəyan şiddəti 4 amper bölü saniyə sürətlə azalarsa, yaranan ümumi elektrik hərəkət qüvvəsini hesablayın. Deməli, azalma varsa, o zaman burada induksiya elektrik hərəkət qüvvəsini hesablayarkən, yəni öz-özünə induksiya elektrik hərəkət qüvvəsini hesablayarkən, mənfi L delta I bölü delta T düsturundan istifadə edirik. Mənfi induktivliyin qiyməti 5. İndi burada cərəyan şiddəti azalır. Azalma varsa, o zaman burada mənfi 4 yazmağımız lazımdır.
Bu da bərabərdir. -5-i -4-ə vurduq. Elədi 20 volt. Və bu 20 volt qiymət müsbət bir qiymətdir. Yaranan ümumi elektrik hərəkət qüvvəsini hesablamaq üçün də buradakı elektrik hərəkət qüvvəsinin, yəni 120 voltun üzərinə buradakı 20 voltu, yəni öz-özünə induksiya elektrik hərəkət qüvvəsini gəlmək lazımdır. Nəticədə yaranan ümumi elektrik hərəkət qüvvəsi 140 volta bərabərdir deyə bilərik. Davam edirik 11-ci sualla. Bir cins maqnit sahəsində induksiya xətlərinə perpendikulyar istiqamətdə irəliləmə hərəkəti etdirilən naqilin uclarında yaranan deməli induksiya elektrik hərəkət qüvvəsinin zamandan asılılıq qrafiki verilmişdir. Hansı qrafik bu naqilin yer dəyişməsinin modulunun zamandan asıllığını ifadə edir? Burada induksiya elektrik hərəkət qüvvəsi zamandan düz mütənasib asılıdırsa, biz induksiya elektrik hərəkət qüvvəsinin düsturunu BLV şəklində yazırıq. Yəni demək istədiyim odur ki, induksiya elektrik hərəkət qüvvəsi sürət ilə düz mütənasib asılıdır. Yəni əgər induksiya elektrik hərəkət qüvvəsi zamandan düz asılıdırsa, o zaman sürət də zamandan düz mütənasib asılı olmalıdır. Sürətin zamandan asılılığı deməli düz mütənasib asılılıq olmalıdır. Sürət zamandan düz mütənasib asılıdır. Bu hansı hərəkətdir? Bərabər yeyinləşən hərəkət. Bəs bərabər yeyinləşən hərəkətdə yer dəyişmənin zamandan asılılıq qrafiki hansı formada çəkilir? Parabola şəklində çəkilir. Davam edirik 12-ci sualla. K açarını açdıqda sarğacdan keçən maqnit seli necə dəyişər? Deməli, K açarının qapalı vəziyyətində ilk növbədə K açarı düşünək ki, qapalıdır. O zaman yuxarıdan da cərəyan keçir, aşağıdan da cərəyan keçir. Hər birindən keçən cərəyanın i-yə bərabər olduğunu fərz edək. Buradan da i qədər cərəyanı keçir, buradan da i qədər cərəyan keçir. O zaman buradan keçən ümumi cərəyan 2i-yə bərabərdir. Və maqnit seli də birinci növbədə məsələn F1 bərabərdir L vurulsun 2i və yaxud da 2li şəklində yaza bilərik. Amma açar açılandan sonra artıq yuxarıdakı hissə yoxdur. Yəni sadəcə buradan i cərəyanı keçir. O zaman buradan keçən cərəyan da i-yə bərabər olmalıdır. Yəni ikinci halda maqnit seli F2 bərabərdir L vurulsun i olmalıdır. Yəni gördük ki 2li-dən li-yə gəldi. Yəni maqnit seli 2 dəfə azalmış oldu. 13-cü sualda bir cins maqnit sahəsində induksiya xətlərinə perpendikulyar istiqamətdə irəliləmə hərəkəti etdirilən naqilin təcilinin modulunun zamandan asılılıq qrafiki verilmişdir. Qrafiklərdən hansı bu naqildə axan induksiya cərəyan şiddətinin zamandan asıllığını ifadə edir? Belə düşünə bilərik. Burada təcil sabitdirsə, məsələn, burada naqil bərabər yeyinləşən hərəkət edə bilər. Yəni, bərabər təcilli hərəkətin növlərindən biri də bərabər yeyinləşən hərəkətdir. Bərabər yeyinləşən hərəkətdə sürətin zamandan asıllıq qrafiki bu şəkildədir. Sürət zamandan o formada asılıdırsa, yəni düz mütənasib asılıdırsa, o zaman induksiya elektrik hərəkət qüvvəsi də zamandan düz mütənasib asılıdır. Çünki induksiya elektrik hərəkət qüvvəsi sürətlə düz mütənasibdir. Sürətin qrafiki hansı formadadırsa, induksiya elektrik hərəkət qüvvəsinin qrafiki də həmən formada olmalıdır. Daha sonra induksiya cərəyanının qrafiki də eyni formada olacaq. İnduksiya cərəyan şiddəti də zamandan düz mütənasib asılı olacaqdır. Gəldik 14-cü suala. İnduktivliyi 2 Henry olan sarğacdan keçən cərəyan şiddəti bu qanunla dəyişir. Koordinat oxları üzərində kəmiyyətlərin müvafiq qiymətlərini göstərməklə həmən sarğacda yaranan induksiya elektrik hərəkət qüvvəsinin zamandan asıllıq qrafikini çəkin. İndi induksiya elektrik hərəkət qüvvəsi bərabərdir -L vurulsun delta I bölünsün delta T. Və yaxud da yaza bilərəm induksiya elektrik hərəkət qüvvəsi bərabərdir -L vurulsun I-nin, yəni cərəyan şiddətinin zamana görə törəməsi. Yəni bu delta I bölü delta T törəmə deməkdir. Buradan induksiya elektrik hərəkət qüvvəsi bərabərdir mənfi induktivliyin qiyməti 2 vurulsun. Bax bu 8 çıxılsın 3T üstəgəl T kvadratının törəməsini tapıram. Deməli 8 çıxılsın 3T üstəgəl T kvadratının törəməsi. Bu da eləyir 8-in törəməsi 0-dır, -3T-nin törəməsi -3-dür, T kvadratının törəməsi də 2T-dir. Bunu da belə yaza bilərik, 2T çıxılsın 3
şəklində. Deməli, cərəyan şiddətinin törəməsi yerinə yazıram 2T çıxılsın 3. Bu da bərabərdir. Deməli, -2-ni -3-ə vuranda eləyir müsbət 6. -2-ni 2T'yə vuranda da eləyir -4T. 6 çıxılsın 4T. Deməli, burada 6 elektrik hərəkət qüvvəsinin başlanğıc qiymətidir. O zaman elektrik hərəkət qüvvəsinin zamandan asılılıq qrafikini çəkəndə burada başlanğıc qiyməti yerinə 6 yazmaq lazımdır. 6 və burada T-ni tapsaq nə qədər zaman sonra sıfıra düşər? 1,5. Yəni T-ni yerinə 1,5 yazmaq lazımdır ki, induksiya elektrik hərəkət qüvvəsi 0 olsun. O zaman T-nin qiyməti də 1,5-ə bərabərdir. Deməli, induksiya elektrik hərəkət qüvvəsinin zamandan asılılıq qrafiki bu formada olmalıdır. Və gəldik sonuncu suala, yəni 15-ci suala. İnduktivliyi 40 mH olan sarğacda yaranan cərəyan şiddəti I bərabərdir 2/0,5T qanunu ilə dəyişir. İlk 4 saniyə ərzində öz-özünə induksiya elektrik hərəkət qüvvəsinin modulunun qiymətini və bu müddətdə dövrədən keçən yükün qiymətini hesablayın. Deməli, biz buradan yaza bilərik. İlk növbədə ilk 4 saniyə ərzində öz-özünə induksiya elektrik hərəkət qüvvəsini tapmaq üçün epsilon bərabərdir -L vurulsun delta I bölünsün delta T. Bu da bərabərdir -40 mH 40 vurulsun 10 üstü -3 Henry'dir. Və yaxud da bunu yaza bilərik 4 vurulsun 10 üstü -2 şəklində. Sonra 2/0,5T'nin törəməsi, yəni delta I bölü delta T İ'nin, yəni cərəyan şiddətinin zamana görə törəməsi deməkdir. Bunun törəməsini alıram. Bu da eləyir 0,5. Ona görə də delta I bölü delta T'nin yerinə yazıram 0,5. Bu da eləyir 4'ü 0,5'ə vuranda alınır 2. Yəni 2 10 üstü -2 və yaxud da 20 vurulsun 10 üstü -3 volt yaza bilərik. Bu da 20 millivolt deməkdir. Deməli, ilk 4 saniyə ərzində öz-özünə induksiya elektrik hərəkət qüvvəsinin modulunu təyin etdik. İndi deyir ki, bu müddətdə dövrədən keçən yükün qiymətini hesablayın. Daha sonra isə burada yükün qiymətini hesablamaq lazımdır. Elektrik hərəkət qüvvəsi üçün yaza bilərəm. Elektrik hərəkət qüvvəsi görülən işin yükün miqdarına nisbətinə bərabərdir. Buradan yükün miqdarını tapmaq istəsək, yük bərabərdir görülən iş bölünsün elektrik hərəkət qüvvəsi yaza bilərik. Amma biz burada görülən işi bilmirik. Elektrik hərəkət qüvvəsini tapdıq, amma görülən işi bilmirik. Görülən işi bilmək üçün də biz bilirik ki, iş enerjinin dəyişməsinə bərabərdir. Yəni burada delta V yaza bilərik. Elektrik hərəkət qüvvəsini də yazdıq məxrəcdə. İndi enerji Li kvadratı bölünsün 2 düsturu ilə müəyyən olunur. Amma burada enerji dəyişməsi var. O zaman yazıram delta, yəni delta V. Delta V'nin yerinə də biz yaza bilərik. L bölünsün 2'ni çıxartdım mötərizə xaricinə. I2'nin kvadratı çıxılsın I1 kvadratı şəklində bir şey yazdım. Yəni elə bil ki, enerjilərin dəyişməsi. Li2 kvadratı bölünsün 2 çıxılsın Li1 kvadratı bölünsün 2 kimi düşünə bilərsiniz. Və buradan L bölü 2 mötərizə xaricinə çıxır. Geriyə qalır I2 kvadratı çıxılsın I1 kvadratı. Məxrəcdəki epsilonu da olduğu yerdə yazdım. Bərabərdir. Deməli, burada indi biz cərəyan şiddətlərinin yerinə nə yazacağıq? Cərəyan şiddətinin başlanğıcda qiyməti 2'dir. Tamam. 4 saniyə sonra da cərəyan şiddətinin qiymətini hesablamaq üçün 2 üstəgəl 0,5 vurulsun 4 yaza bilərik. Burada da cərəyan şiddətinin qiyməti alınır 4. Deməli, cərəyan şiddətinin qiymətləri başlanğıc qiyməti I1 qiyməti 2 amperdir. Son qiyməti də I2 bərabərdir 4 amperdir. Bunları yerində nəzərə alacağıq. İndi induktivliyin qiyməti 40 mH-dir. Yəni bu lap elə yazaq 40 mH. L bölünsün 2 olduğu üçün məxrəcə 2 düşür. Elektrik hərəkət qüvvəsinin qiymətini aldıq 20 millivolt. Yazdım bunu 20 millivolt. Cərəyan şiddətlərinin qiymətini dedik ki 2 amper və 4 amperdir. Yəni 4'ün kvadratı çıxılsın 2'nin kvadratı.
Bu da eləyir 16 çıxılsın 4. Bu da bərabərdir. İndi burada 40 var, aşağıda da 40 var. Bu 40-dan buradakı 40 ixtisar getdi. Qaldı 16 çıxılsın 4. 16-dan da 4'ü çıxarıq 12 olar. Yəni keçən yükün miqdarı 12 kulon olar. Beləliklə bu videonun da sonuna gəlmiş olduq. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.